Yaxşı, bəs Pərvanə xanım, qarşı cinsin geyimini necə qiymətləndirirsiniz? Geyinə bilirlər özlərinə yaraşanı? Deməzdim hamısı geyinə bilir. Yenə burada bədən ölçülərini mən ön plana çıxaracağam. Məsələn, elə olur ki, idmanla məşğul olan qarşı tərəfin nümayəndələr məsələn çox belə dar geyimlər geyinirlər. Sizin üçün xoş görüntü deyillər. Ümumiyyətlə, yəni zaten bilinir ki, uzaqdan siz məsələn idmanla məşğul olmusunuz, nə gərək var o dar geyim geyinməyə? Mən oversize giyinəndə bilinmir. Göstərmək üçün eləyirsiniz də onu. Göstərmək üçün o burada gəlib daş qaldır, cavan. Başqası üçün eləmirsiniz ki, siz onu birinci öz sağlamlığınız üçün eləyirsiniz, elə deyil. Və ya əgər kiməsə göstərmək üçün dar geyim geyib, yəni necə deyim, idmanı ona görə eləyirsiniz ki, qarşı tərəf nümayəndələri sizi görsün. Yəni mənim belə ayaqlarım var, mənim belə qollarım var. Bəyənsin. Ona görə eləyirsiniz. Bəs bütün kişilər bütün əziyyəti bunlar. Siz də ona görə eləyirsiniz. Ya, biraz ola bilər. Biraz ola bilər, amma o ümumiyyətlə yəni belə deyim, 100%-dən 70% ola bilər ki, qarşı tərəfə xoş görünmək üçün. Düşüncəli idmançılar oversize giyinəndə bilirlər ki, ümumiyyətlə onun mən də onun sözünüzü kəsirəm, onu demək istəyirəm ki, yəni oversize geyimin altından da, boş geyimin altından da bilir ki, bu insanın var da, yəni şərt deyil ki, dar geyinib göstərəsən. İdmanla məşğul olan insanlar, əsaslı qarşı cins çox da dar geyinməsə yəni ehtiyac yoxdur. Bir də belə qısa şalvarlar, dar qısa şalvarlar, düz əvvəlini təbii bilməm yadınıza gəlirsə. İndi də var. İndi də var düz, amma o qədər də gözümə çarpmır, amma bəzən görmək olur yolda. Birinci şalvar almaq idi, ikinci iş gedib pusunkara. Dərzlərə işləyirdi. Dərzlər qazanırdı, o qanunlar. Bir balağını kəsib qısaldırdı, bir də yan tərəflər. Yanlardan yeyir.